Salam dəyərli izləyicilərim. Mən uzman terapevt Çinarə Səfərova. Bugün sizə revmatik xəstəliklərin bu sezonda daha çox kəskinləşmə verən bir növü olan Bexterov xəstəliyi, digər adı, elmi adı ankilozan spondilit xəstəliyi haqqında danışmaq istəyirəm. Ankilozan spondilit adından görüldüyü kimi spondil, yəni o bizim onurğamızdakı fəqərarası disklərdə iltihaplaşma, kirəcləşmə, fibrozlaşma prosesinin getməsi ilə onurğanın elastikliyinin pozulmasına gətirib çıxaran, yəni ankiloza gətirib çıxaran bir xəstəlikdir. Bu xəstələrdə şikayətlər boyun, döş, bel nahiyələrində və bunların irradiasiya etdiyi sinir təchizatı olan bölgələrdə özünü göstərir. Belə ki, xəstələr boyunlarını yetərincə çevirə bilmirlər, sağa və sola çevirə bilmirlər. Eyni zamanda bel hərəkətlərinin açılması çox zəif olur. Məsələn, siz bu xəstələrə əgər desəniz ki, əyilib yerdən hər hansı bir predmeti götürməsini, əşyanı götürməsini istəsəniz, onlar yəni bunu tam sərbəst şəkildə icra edə bilməyəcəklər. Çünki beldə olan həmin o fəqərlərarası elastikliyin pozulması, məsafənin daralması buna imkan verməyəcək. Bu xəstələr adətən şikayətləri nə olur? Doktor, oturduğumuz yerdən qalxa bilmirik, uzandığımız yerdən yəni hərəkətə başladığında çox çətinlik çəkirik. Bu xəstəlik əslində aşkarlanması və vaxtında tədavi olunması xəstələri bambuklaşma, yəni bambuk ağacına bənzər onurğanın əmələ gəlməsindən qoruyur. Yəni bunların son etapda müalicəsiz qalarlarsa, onurğalar tamamilə əyilir və bu xəstələr sanki qabağa yıxılmış şəkildə yeriməyə başlayırlar. Əgər bu doğru zamanında müalicə olunarsa, bu prosesin, bu iltihaplaşmanın, bu fibrozlaşmanın qabağı alınır. Bəs bu xəstəlik necə bir xəstəlikdir? Genetik xəstəlikdir, bəli. Təkcə onurğanı mı tutar? Xeyr. Xəstə var ki, gözündə başlayır bu şikayətlər, xəstə var ki, mədə-bağırsaq sistemindən yanaşı gedir bu şikayətlər. Yəni ona görə də bu xəstəliyin dəyərləndirilməsi sistemik bir dəyərləndirmədir. Hətta bəzən bizə bunu göz həkimləri belə bu xəstələri bizə yönləndirmiş olur. Məsələn, gözündə uveit olan bir xəstənin qan dəyərlərində iltihaplanma görüncə bizə, yəni revmatik xəstəliklərin araşdırılması üçün göndərdiklərində şikayətlərin toplusuna görə biz diaqnozu qoymuş oluruq. Müalicəsi remisiyalarla gedər və bu remisiyalar nə qədər uzun sürə olarsa, xəstəliyin gedişatı o qədər yaxşı olar. Ona görə belə şikayətləriniz olduğunuz halda mütləq həkimə müraciət etməyi unutmayın.